Bakıda 4-cü Milli Kiber Təhlükəsizlik Forumu işə başlayıb. Forumun əsas məqsədi Azərbaycanda milli kiber təhlükəsizlik ekosisteminin inkişafına töhfə vermək, dövlət-özəl sektor tərəfdaşlığını gücləndirmək, beynəlxalq təcrübə və innovativ yanaşmaların paylaşılmasını təşviq etməkdir. Əməkdaşımız Fidan Mahmudova forumun keçirildiyi məkandan xəbər verir. Bəli, bir neçə dəqiqə sonra Azərbaycan Kiber Təhlükəsizlik Təşkilatı Assosiasiyası tərəfindən Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin Milli Kiber Təhlükəsizlik Mərkəzinin tərəfdaşlığı ilə Bakıda 4-cü Milli Kiber Təhlükəsizlik Forumu öz işinə başlayacaq. Forumun əsas məqsədi Azərbaycanda milli kiber təhlükəsizlik ekosisteminin inkişafına töhfə vermək, dövlət-özəl sektor tərəfdaşlığını gücləndirmək, beynəlxalq təcrübə və innovativ yanaşmaların paylaşılmasını təşviq etməkdir. Tədbir çərçivəsində kiber təhlükəsizlik sahəsində tanınan beynəlxalq ekspertlər, aparıcı qlobal IT və texnologiya şirkətlərinin rəhbər şəxslərinin çıxışları nəzərdə tutulur. Forum iştirakçıları üçün xüsusi sərgi zonası da təşkil olunub. Sərgidə kiber təhlükəsizlik sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlər öz məhsul və xidmətlərini, innovativ texnologiyalarını və startap həllərini nümayiş etdirə biləcəklər. Bu həm də eləcə də rəqəmsal təhlükəsizlik üçün də mühüm töhfə verəcək forum. Bir neçə dəqiqə sonra forum öz işinə start verəcək.